Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. Eğer oruç tutan bir şəxs başka birisinin sözüyle iftar ederse, mesela bir nəfərə bir adil bildiği bir kişi, bir şəxs və yaxud iki adil şəxs deyə ki, məğrib əzanı olubdur, iftar olubdur və onların sözünə bu şəxs etimad edib iftar edərsə, orucun sındırar, iftar edərsə. Sonradan məlum olar ki, bəs onlar yanılıblar. Hələ şam əzanına qalıbmış. Yəni şam əzanından, məğrib əzanından əvvəl bu şəxs iftar edib. Bir adil kişinin və yaxud iki adil kişinin şəxsinə ki, etimad edib. Amma onlar ki, səhv məlumat veriblər, yanılıblar və bu şəxs də nəticədə iftarın əzandan əvvəl yerinə yetirib. Bunun məsələsi bu cürədir ki, bu şəxs gərək mübarək Ramazan ayından sonra, yəni gələn il Ramazana qədər həmən günün orucunun qəzasını etsin. Ki, kəffarəsi yoxdur, amma qəzasını yerinə yetirəcəkdir. Dəyərli izləyicilər, yəni bugünə qədər səsləndirdiyimiz məsələlərdə biz imsak vaxtı, yəni o başdan yeməyində, imsak zamanı baş verən xətalar, səhvən, sübh əzanından sonra yeməyin, içməyin hökmlərini demişdi. Bir kəs əgər sübh əzanında yanılıbsa, sübh əzanından sonra yeyib, içibsə, bura qədər onun məsələlərin xidmətinizə səsləndirmişdik. Yalnız, amma bugün ki, artıq iftar zamanı, iftar edərkən, şam əzanından əvvəl səhvən xəta edib, ki, iftar etməyin hökmlərini ki, bəyan edirik. Yəni, bununla bağlı daha doğrusu məsələləri səsləndiririk. Bəli, birinci məsələ bu idi ki, bir şəxs başqasının sözü ilə adil bildiyi, ədalətli bildiyi bir kişi və yaxud iki kişinin sözü ilə ki, arxain olub iftar edərsə, sonradan məlum olub ki, bəs xəta edib, səhvə yol verib ki, hələ məğrib azanına, şam namazının vaxtını hələ qalıbmış, bunun iftarı səhvən tez olub, bəli, həmən günün orucunu yerinə, qəzasını yerinə yetirməlidir. Növbəti məsələ bundan ibarətdir. Əgər bir şəxs özü axtarış aparıb, çıxıb səmaya baxıb, havaya baxıb, ki, görüb ki, bəli, zülmətdir, qaranlıqdır, ki, bəli, xatircəm olub ki, iftar olubdur. Məğrib əzanı olubdur və gəlib iftar eləyib. Orucun açıbdır. Sonradan məlum olub ki, bəs tələsibmiş, yanlışlığa yol verib, ki, səhv edibdir. Əgər bu axtarış apardığı zaman hava buludlu olub, havanın dumanlı, buludlu olması bunu çaşdırıb, bu səhvə yol veribsə, orucu düzdür, heç qəzası da yoxdur. Amma hava açıq olub. Yəni, havada, səmada bir bulud, duman olmayıb. Bu, özü yanlışlığa yol verib, səhvə yol veribsə, gərək həmən günün qəzasını yerinə yetirsin. Və bu barədə istərdim ki, bir rivayət ki, səsləndirim Vəsail-i Şiə kitabından ki, və həmən bu və bu mövzuda olan sair rivayətlər xüsusunda ki, fəqihlərimiz, şəriət alimləri ki, fətva veriblər əməliyyə risalələrində. O rivayətlərdən birini ki, səsləndirmək istərdim. Kinaninin ki, səhih rivayətində Səəltu Əba Əbdillah əleyhissalamdır. Soruşdum Əba Əbdillah İmam Sadiq əleyhissalamdan ki, ən rəculin samə, bir kişi ki, oruç tutub, sümmə zənnə ənnəşşəmsə qəd qabət. Sonra belə zənn etdi ki, artıq günəş qürub eləyibdir, günəş batıbdır, qürub olubdur, şam əzanının vaxtı yetişibdir. Bəs gəlib orucun sındırıb iftar eləyibdir.
Və fis-səmai ğimun. Özü də ki, o axtarış aparan zaman, səmaya baxan zaman göydə də, səmada da buludlar var imiş. Fəəftərə, bu insan iftar eləyib, orucunu sındırıb, sümmə innəs-səhabə incələ, əs-səhabə incələ, o buludlar sonra gedib, yəni buludlar çəkiləndən sonra ki, görüb ki, yox, günəş hələ qurub etməyib, tamamilə qurub etməyib. Bəs mən iftarı səhvən tez etdim, yəni şam əzanından qabaq etmişəm. İmam Əleyhissalatu vəssalam cavab verdi ki, qəd təmmə savmuhu, ki o insanın orucu tamamdır, orucu düzdür və la yəqzih, ki qəzası da yoxdur. Əgər bəli, səmada, göyün üzündə bulud olmasaydı, hava açıq olsaydı və bu cürə axtarışdan sonra yanlışlığa yol versəydi, bəli gərək o günkü günün qəzasını yerinə yetirərdi. Və dəyərli mömin bacı qardaşlarım, bu səsləndirdiyimiz hökm təkcə mübarək Ramazan ayının orucuna aid deyil, bütün oruclara, yəni qəza orucuna da, nəzr orucuna da, bütün oruclara aiddir ki, əgər səhvən bu baş verərsə, bəs əgər səsləndirdiyimiz kimi, dediyimiz kimi göyün üzündə, səmada buludlar olub, duman bulud olub, bu şəxs yanılıbdırsa, ki, qəzası yoxdur. Əgər hava açıq olub, yəni göyün üzərində bulud olmayıb, bu səhvə yol veribdir ki, belə düşünübdür ki, artıq qurub olub, ki, səhvə yol verib, ki, iftar edibsə, gərək həmən günün qəzasını yerinə yetirsin. Bu bütün oruclara aiddir. Çünki oxuduğumuz, indi səsləndirdiyimiz bu rivayətdə sual edən, soruşan kəs mübarək Ramazan ayının adını çəkmədi. Bəlkə mütləq dedi ki, yəni bir şəxs oruc tutubdur. O Ramazan orucu da ola bilər, başqa oruclar da ola bilər. Və İmam Əleyhissalatu vəssalam da orada qeyd vurmadı ki, əgər Ramazan ayının orucu idisə, bəs onun hökmü bir cürədir, başqa oruc idisə başqadır. Xeyr. Ki, İmam Əleyhissalam da mütləq cavab verdi ki, yəni və bu o deməkdir ki, bütün oruclara aiddir. Yəni, istər Ramazan ayının orucu olsun, istər sair oruclar olsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.